Ötən gün açıqlanan nəticələrə əsasən bu il buraxılış imtahanında 23 nəfər maksimum 300 balı toplayıb. Nəticələrin yüksək olması qəbul imtahanlarında bəzi ixtisaslar üzrə balların artacağını göstərir. Qəbul balları nə qədər və hansı ixtisaslar üzrə arta bilər? Ətraflı sujetdə. Bu il buraxılış imtahanında nəticələrin yüksək olması, həmçinin ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin sayının artması yüksək ballı ixtisaslarda ciddi rəqabət yaradacaq. Birinci ixtisas qrupunda balların artmasına baxmayaraq, bu qrup ən şanslı qrup hesab olunur. Bakı Ali Neft Məktəbidir, İqtisad Universiteti, Neft və Sənaye və Bakı Dövlət Universitetində informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter ünləri və kompüter mühəndisliyi ixtisaslarında 3-4 bala qədər, xüsusən ingilis dilli ixtisaslarda 10 bala qədər artım biz proqnozlaşdırılır. Burada ümumi plan yeri 30 mindən çox olacaq. İkinci ixtisas qrupu ilə bağlı vəziyyət də abituriyentlərin xeyrinədir. Belə ki, müsabiqə şərtini ödəyən hər kəs ali məktəblərə qəbul olmaq imkanına malik olacaq. İkinci ixtisas qrupunda yenə maliyyə mühasibat ixtisasları İqtisad Universitetində tədris ingilisində balların 3-4 bala qədər artmasını gözləyirik. Təbii ki, üçüncü ixtisas qrupunda yeni ixtisaslar var, amma buna baxmayaraq hüquq ixtisasında da biz balın artmasını proqnozlaşdırırıq. Üçüncü ixtisas qrupunda da abituriyentlərin tələbə olmaq şansı daha yüksəkdir. Lakin dördüncü ixtisas qrupu üzrə tibb ixtisasında bunu demək çətindir. Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə plan yerinin 65 minə qədər olması planlaşdırılır. Keçən il isə bu rəqəm 59 min idi. Ağcələskərli, Azər Nağıyev, ATV Xəbər.